FIFA dünya çempionatını Argentinaya qazandırdı. Fantastik bir oyun gözləyir. İspanya, Fransa. Bu nə oyundur da? Yəni bütün dünyanın oturub gözlədiyi oyunlardan biridir də. Və yəni bizə təcil sürətdə Ronaldo lazımdır. Dembele'nin uzaqdan zərbəsi, Mbappe'nin uzaqdan zərbəsi, Olise'nin uzaqdan zərbəsi, hamısı uzaqdan yoxlayır da. Əgər Argentina Fransanla yox, İspanya ilə finala qalsa 1-0 öndədir. Niyə? Argentinanın qabağına çıxa biləcək, o gücü qoya biləcək ölkə görmürəm. İngiltərə. Salam, hər vaxtınız xeyir olsun. 10 nömrənin növbəti verilişində xoş gördük sizi. Bu günləri mənim yanımda Şəmistan var. Şəmistan, necəsən? Sağ olun, yaxşıyam, sən necəsən? Vəziyyətlər? Şükür, salamatçılıqdır. Bilirəm, sən çox yaxşısan. Keçən səfərdə elə Argentinanın oyununa səndən bir yerdə baxırdın. Bəli, ondan sonra vəbşi idealıq. Yəni sağ olsun Messi qoymadı bizi üzülək. İdeal şəkildə bizi xilas elədi. Bütün həm realların ağzından, həm Portuqaliyalıların, həm də Argentina sevməyənlərin sağ olsun. Qurtardı siz onların ağzından. Hə, sağ olsun. Elə bir yerdəydik biz təsadüfən səndən baxırdıq. O 3-cü qolda ümumiyyətlə sən özündən keçmişdin, coşmuşdun, qalxdın ayağa, orada bir çünki çox idi, qıraq azarkeşlər də falan çox idi, yəni ona görə. Yığıb saxlamışdın o içində o şeyi. Bütün hər şey 2-0-da uduzuruq, vəbşi sevinmək də olmur. Ortada qoza da vurmamışıq, Messi də penalı vuramayıb. Və yəni bizə təcil sürətdə Ronaldo lazımdır penal vurmağa. Yəni mən 5 azarkeşimi boynuma alıram da. Yəni Ronaldo Messi'dən üstündür. Ancaq penalti vuruşlarında ya da kəllədə. Yəni, sən bir də söz deyim, bəlkə də gördün. O Messi'nin penalti vuruşunda I Show Speed var ya, o YouTuber. Arkada o deyəsən çaşdırıb, o videosu da var. Bəlkə orada biraz da I Show Speed'in də şey var, təsiri var. Doğrudan da mən o Messi penal vuranda nəsə hiss elədim, elə bir vura bilməyəcək. Yanındakı uşaqlarda onu hiss elədi. Amma oyunu çevirən insan Messi oldu da, halal olsun həqiqətən. Sonunda da sizin sevincinizi görməyə dəyər də. Düzdür, mən Ronaldo pərəstişkarı olaraq, Portuqaliya pərəstişkarı olaraq biraz çox da sevinmədim, yəni Ronaldo'nun olmamaq, amma yenə deyirəm, sənin də əvvəldə dediyim kimi Messi'nin futbolun zəif olduğunu, bacarmadığını danan insanın futboldan başı çıxmır. Həm Messi'nin, həm Ronaldo'nun da belə deyək. Təbii ki, yəni ikisi də. Amma belə deyək də, sevgi birində biraz çox olur da. Məsəl üçün, sən Messi'ni daha çox sevirsən, ikinci, üçüncü pilləyə, bəlkə də dördüncü pilləyə Ronaldo qoyursan, amma onların pis olduğunu demək, həqiqətən də düz bir şey deyil, təbii ki, yəni. Düz bir şey deyil. Dünənlər bir maraqlı oyun baş tutdu. İspaniya keçdi Belçikanı. Baxdın oyuna? Oyuna baxdım, canlı baxdım. Yəni oturub baxırdım. Sadəcə yəni düzünü desəm o qədər mənə maraq verdi deyə bilmərəm. Yəni sıxıcı idi, hə? Sıxıcı oyun. Ümumiyyətlə niyəsə 4-1 final oyunları mənə ikisi də sıxıcı gəlir. Həm Fransa Mərakeş oyunu oldu, həm İspaniya Belçika oyunu oldu və oyunlar çox belə sıxıcı, sadə oyun gedirdi. İspaniya zaten bilinirdi. Topu özündə saxlayırdı. Pas, bir dənə qol vurdu. Sonra Belçika axır ki İspaniyaya qol vuran ölkə tapıldı və qolu kim vurdu? Çetalarare. Merino vurdu birində. İspaniyada Merino vurdu. Yenə Merino yəni Joker. Portuqaliyanın evini yıxan gəldi, burada Belçikanın evini yıxdı və hər ikisi 88-89-cu dəqiqələr. Doğrudan ikisi də yəni adam Merino Jokerdir. Yəni istənilən vaxt girir oyuna və son qolu vurur, xilas edir. Sən bir şey deyim, səncə o sonuncu qolda Kurtuanın olmamağı, əvəzedici qapıçının olmağı gördün də səhv elədi də, topu əlindən buraxdı. Düzdür, Kurtuada da elə oldu birinci qolda, amma o uzanıb topu çıxardı da. Amma ikinci qolda qapıçı topu saxlaya bilərdi. Səncə orada qapıçı faktoru var idi. Kurtua olsaydı səncə o topu saxlayardı. Nə fikirləşirsən? Futbol elə bir şeydir ki, bu olsaydı biraz buna əminliklə demək olmur. Məsələn, Messi penalı vuranmadı. Desəydik ki, Ronaldo olsaydı vurardı. Keçən dəfə gördük ki, Ronaldo da penalı vuranmadı. Təbii ki, bəlkə o da vura bilməyəcək. Yəni bu belə şeylər var, amma düzdür, Kurtuanın oyundan çıxmağı oyunun qırılma nöqtəsi idi. Çox böyük. Nə qədər həm digər oyuncular üçün bu psixoloji təsirdir ki, artıq qapıda Kurtua deyil. Müdafiə artıq təzyiqdə oynayır. Amma mən açıq deyim, İspaniyanın ikinci qolunda qapıcıdan çox müdafiəçiləri günahlandırıram. 1-2 dəfə eyni epizod və hər ikisində siz qayıdan topu vuran oyuncuları siz çıxardanmırsınız. Və üçüncü nüans, yəni qapıcı, bu müdafiənin üçüncü nüansı odur ki, Kubarsi, yəni İspaniyanın müdafiəçisi sən 16-lığının yanında qapıya udar vurur və səndə heç kim yoxdur bunu qarşılasın. Yatıblar, hə? Yəni hamı yatıb. Yəni burada artıq düzdür, qapıçının təbii ki günahı var idi. Yəni bu qapıçılar üçün birinci dərsdir ki, topu qaytararkən mərkəzə qaytarma, yəni qırağa qaytar. Amma Lammersdir, yəni onu da qınamaq olmur. Üçüncü oyunu idi millidə cəmi, yəni və o da dünya çempionatına gəlib çıxdı. Amma yəni seyvləri də oldu. Lammers də pis dayanmadı öz dəqiqəsinə görə, yəni oyun sayına görə. Bəli, sadəcə qırılma nöqtəsi idi oyun. Yəni oyundan sonra da Kurtua təsəlli verdi.
Amma yəni İspaniya elə də belə də udacaqdı. O olmasaydı belə, yəni 15-15-ə geçsəydi belə əlavə vaxtlarda udacaqdı İspaniya. Çünki artıq qoymuşdu öz gücünü. Bizi fantastik bir oyun gözləyir. İspaniya, Fransa. Bu nə oyundur da? Yəni bütün dünyanın oturub gözlədiyi oyunlardan biridir də. Yəni çox başqa bir oyun olacaq. Belə deyim də, Fransanın bəzən qapanıq, bəzən açıq oyun stili İspaniyanın bu qapanmış adam-adama müdafiə stilinə, ümumiyyətlə İspaniyanın müdafiəsi çox idealdır bu dəqiqə. Yəni bəlkə də ən güclü müdafiə sistemi İspaniyadadır. İspaniyanın bu müdafiə sistemini Dembele, Mbappe necə yaradacaq? İndi Mbappe də zədələndi, düzdür? Onlar reallıları olur. Courtois zədələndi, Mbappe zədələndi. Ciddi zədə deyildi. Mbappe'nin zədəsi bilindi ki, o Mbappe sadəcə özünü qorudu İspaniya oyununda. Onlar mən də onu hiss elədim. Gördü ki, çox da güc verməsin. Oynaya bilərdi yəni. Oyundan sonra da buzu çıxartdı, gəldi, stadionda sevinirdi, eləyirdi. Yəni mənim üçün necə ki o vaxt Yamalın zədəsinə inanmırdım. Mbappe'nin də yəni o vaxtki zədəsinə də inanmırdım. Bu zədəsinə də inanmırdım. Sadəcə xırda bir şey özünü qorudu ki, İspaniya oyunu vacibdir. Zaten 8 qolum var. Messi-lə yəni bərabərəm orada da. Hə, biraz rahat. Hə, biraz rahatlaşıb İspaniyanın dincə. Yəni qoldan daha vacib bir şey var. Ölkənin millinin qazanması və Mbappe olmasa həqiqətən Fransa millisi çox geriyə düşər. Çox geriyə düşər. Bu zədələmə demişkən Neymar stilində oldu. O Neymarın bir şey var. Hər bacısının az gününə az qalmış. Zədələnirdi. Neymar yəni Neymar futbolun başını buraxmasaydı biz konstruksiyada oynayırdı da. Görmüsən onu? Konstrak oynayır. Poker. O adam futboldan başqa hər yerdən qazanırdı. Yəni. O adam futbolun başını buraxmasaydı biz hal-hazırda təkcə Messi, Ronaldo-nu yox, Neymarı da ora qatıb onu danışırdıq. Yəni. Bu belə də İspaniya Fransa oyununa nə fikirləşirsən? Təxminlərin var, təxminən nə düşünürsən? Məncə əgər Lamine Yamal günündə olmasa, az gündə deyil ki. Yox, yəni 10 gün yoxdur. Lamine Yamal günündə deyil. Bu normal bir şeydir. 3 sayda ayağına top dəyməyən oyunçunu gətirib dünya çempionatına atıblar ki, buyur oyna. Yəni bu artıq çünki İspaniya birinci oyun Lamine Yamalsız oynadı və gördü ki, nə gündədir da, yəni alınmır. Lamine Yamalın orada olmağı belə 1-0 üstünlüyüdür. Ad olaraq bəlkə. Ad olaraq. Çünki müdafiəçi belə bilir ki, Yamaldır da bu. Yamaldır. Hər an hər şey eləyə bilər. Necə ki, Portuqaliya oyunda heç eləmədi. Bir dəfə Mendes keçdi, Mendes zədələndi. Yəni bir dənə keçməyə Mendesin ayağı daşdı. Yəni müdafiəçiyə belə ad kifayətdir ki, Lamine Yamal ordadır. Artıq sən 2 oyunçunu Lamine Yamala qoymalısan. Hətta çəkindirir də, müdafiəni çəkindirir. 2 oyunçu belindədir və sən 2 oyunçu sayı azaldı. Buna görə Lamine Yamal, yəni Belçikanın oyunda Lamine Yamal özünün belə deyim də 3-cü skorsunu atdı, sakit oynayırdı. Bundan əvvəlki oyunları 1-lə, 2-lə falan yola verirdi. Onsuz da milli qazanır, o qədər vecinə deyil. Portuqaliya oyunu zaten bilirik qabağında Mendesdir. Mendesin yanında yəni əjdahalar var, hamı dəstək olur, 3 nəfər bağlayır. Amma yenə də onunla belə birtəhər bir şey eləməyə çalışdı. Yəni Belçikanın oyuna dünən baxdım, adam sol cinahı, yəni olar Belçikanın sol cinahı özü kimi sağ cinahı əlinə almışdı, dokunu və belə fırladırdı ortada. Yazır dokuya. Doku da çox dribling edə bilən oyuncudur, amma Lamine Yamal həqiqətən çox başqa idi. Dokunu bir yerdə nəfəsini kəsdi. Hə, yəni çox qəşəng. Lamine dünənlərim axır ki öz oyununu yavaş-yavaş göstərməyə başlayırdı və ona görə deyirəm ki, əgər Lamine Fransanın oyunda öz tam o stabilində, yəni varsa Inter oyunundakı Lamine Yamalı görmüşdük ya, və o Lamine Yamalı görsək, İspaniyanın, yəni İspaniya 1-0 öndədir. Oyuna başlayanda 1-0 öndədir. Yox, Lamine Yamal öz günündə olmasa, Fransa İspaniyanı darmadağın eləyəcək. Sən bir dənə Yamala bağladın. Hə, bir dənə Yamalın öz oyununu oynamamağı mənə bəsdir. O qədər oyunçunu yaddan çıxartdın, bir də Yamala bağladın bütün şeyi. Hə, Yamal mənə çünki İspaniyanın bütün qorxu o müdafiə edir ya İspaniyada. Sadəcə İspaniyanın qol buraxmama səbəbi odur ki, İspaniya böyümək kimi güclü bir ölkədən oynamayıb. Yeganə güclü ölkə Belçika idi. Ondan da qol buraxdılar. Yəni bu göstərdi ki, İspaniyanın müdafiəsi əslində məsələn sən dedin ki, İspaniyanın müdafiəsi idealdır. Mənə görə İspaniyanın bu dəqiqəki müdafiəsini saxlayan Kubarsidir. Yəni çünki Emerick Laporte dünənlərim oyun ərzində bir dənə düzgün seyv elədi. Yəni hansı ki, qapısı çox qabağa çıxmışdı və topu qaytardı. Laporte'un səhvləri çoxdur. Cucurella bu il özündə deyil. Niyə? Düzdür. Mən qatılmıram səndən. Dünya çempionatında pis oynamır. Hal-hazırda yəni pis oynamır, amma yəni çox belə yəni belə deyim də, Dembele'nin qarşısında duracaq, Olise'nin qarşısında duracaq səviyyədə deyil bu dəqiqə. Çətinlik çəkəcək. Sağ cinaha baxsaq, ümumiyyətlə İspaniyanın sağ cinahı Carvajal gedəndən sonra elə bil ki, Allahın umuduna veriblər ki, qadası Porro, Loriente da, yəni biri Tottenham'in oyuncusudur, biri də Atletico Madrid'in, 2 dənə bədbəxt klubuna futbolçuları düşüblər ortaya və bu da Lamine Yamal'da bir tərəfdən geriyə salır. Çünki anlaşma sıfırdır.
Düzdür, hə. Yəni Lamine Yamal həmişə Carvahalın özü təcrübəsinə çata bilməz. Carvahalın təcrübəsi də var idi. Yəni hər şey var idi. Yəni müdafiəni dünən Kubarsinin oynarda bir dənə səhvi oldu. Onda da Belçika qol vurdu. Və bu onu göstərir ki, Kubarsi səhv elədisə, onu sığortalaya bilən heç kim yoxdur. Bax sən dedin, Dembele'nin adı saxlaya bilməyəcəklər. Onsuz da Fransanın bir şeyini tapmışam. Yəni bunu yəqin çox adam müşahidə edib. Fransa nə vaxt ki görür ki, müdafiəni yara bilmir, arxasına keçə bilmir, taktikanı çevirirlər uzaqdan zərbəyə. Və demək olar ki, bütün qolları da, yarı qolları elə olur da, Dembele'nin uzaqdan zərbəsi, Mbappe'nin uzaqdan zərbəsi, Olise'nin uzaqdan zərbəsi, hamısı uzaqdan yoxlayır da. Cərimə meydançasının içinə girməmiş, ya girib sağ kraya ya sol küncə belə udarlar, zərbələr yoxlayırlar da. İspaniyada da məncə elə olacaq. İlk dəqiqələrdə müdafiənin arxasına keçməyə yoxlayacaqlar. Keçə bilməsələr başlayacaqlar uzaqdan vurmağa və burada da qapıçı, yəni İspaniya qapıçısı da, yəni zəif qapıçı deyil. Qapıçılara çox iş düşəcək. Sən dediyindən razıyam həqiqətən. Yəni qapıçılar hər iki qapıçı, yəni yenə bəlkə Fransanın qapısına az iş düşə bilər, çünki İspaniyada zərbə vuran bir Lamine Yamaldır. Başqa heç kim qapını yoxlamır. İspaniyanın qapısına çox. Hə, amma İspaniyanın qapıçısı Dembele, Mbappe, Olise. Yəni o tərəfdən təzədən Barkolası var, sonradan girə bilən Duesi var. Yəni bu adamlar əjdahadırlar. Uzaqdan zərbə çox olacaq. Bax bu oyunun əvvəlcəki uzaqdan zərbə Fransanın uzaqdan yoxlamağı, qapını yoxlamağı çox olacaq. Görək. Sən favoritini soruşmuram, Argentinadır yəqin. Hə, dünya çempionatında, yəni Argentinanı əslində favoritim Argentina deyil. Favoritim İspaniyadır. Sən sırf Meksikaya görə Argentina. Sadəcə Argentinanın finala çıxacağını düşünürəm. Çünki sağ tərəfdə Argentinanın qabağına çıxa biləcək, o gücü qoya biləcək ölkə görmürəm. İngiltərə. Yaxın İngiltərə. Nə danışsan? İngiltərə çox. İngiltərə Argentina dirəşməz. Maksimum dirəşə bilər də, elə oradan özü keçərməz. Yaxşı da. Bax Misirlə 2-0 uduzurdular. Copa Verde ilə çətinlik çəkdilər. İngiltərə ilə deyirsən çətinlik çəkməyəcəklər. Hamı argument eynidir ki, məsələn Misirə 2-0 uduzurdular, Copa Verde ilə heç elədilər. Mən artıq yəni illərdir da 2006-dan Messini tanıyıram və 2008-2010-dan da yəni Argentinaya baxıram. Yəni 2006-dan Barsa, 2010-dan da Argentinaya baxıram, davamlı olaraq dəstəkləyirəm. Argentina heç vaxt futbolunu bəyənməmişəm. Heç vaxt bəyənməmişəm. Ta ki, Scaloni gəlinə qədər mən Argentina heç vaxt demək olar oyunlarına da çox ciddi baxmırdım. Sadəcə Messiyə görə baxırdım və s. Amma Scaloni gələndən sonra mən bir-iki oyuna baxdım və gördüm ki, Scaloni klubda, ölkə oyununda bəzi şeylər dəyişdi. Və Scaloni sadəcə hər oyuna başqa bir şeylə çıxır. Sistemlə çıxır. 2026-ya qədər bu belə idi. Yəni bu dünya çempionatına qədər Argentinanın hər oyununa baxsaz, hər oyun başqa bir oyun tərzi, hər oyun başqa bir sistem. Copa Amerikaya gəlirdi, nə bilim, Braziliya ilə oynayırdılar, hücuma bir dənə qol, oturdular. Və plus da ki, Argentinaya niyə deyirəm ki, məsələn İngiltərədir, İsveçrədir, bu ölkələr niyə problem yaratmayacaq? Argentina Misirin, Copa Verde'nin, bu ölkələrin futbolunu ümumiyyətlə bilmir. Və Scaloni'nin bu futbolu analiz edib, özündə dərk eləyib, buna qarşı bir taktika qurmağı ən azı bir 70 dəqiqə sürür. Sən düşünürsən ki, 70 dəqiqə analiz edir, sonra taktika qurur, hə? Problem odur. Scaloni heç vaxt, mənə görə mən elə düşünürəm ki, Scaloni heç bir oyundan qabaq oturub Misirin və yaxud da Copa Verde'nin, ümumiyyətlə rəqibin oyunlarına baxmır. Oyun ərzində bunu eləyir. Taktika çıxarır. Hə, yəni və o bilir ki, mənə zaten 70-ə qədər də 70-dən sonra da çıxarsam mənə yetərlidir. Sadəcə Misirlə oyunda biraz niyə belə bir şey oldu? O Misirin onlara 70 dəqiqə 2 qol vuracağını düşünmürdü. Yəni Argentinanın baş məşqçisi Scaloni düşünürdü ki, müdafiə dözəcək. Bir dənə uzağı buraxar, mən 70-dən sonra da taktikamı quracam, hamıya deyəcəm nə var, nə yox, lazım olandan salacam və oynayasın. Maraqlı yanaşmadır, məncə də ola bilər. Əgər Argentina Fransanla yox, İspaniya ilə finala qalsa, 1-0 öndədir. Niyə? Yəni, çünki Argentinada o təcrübə var. Amma İspaniyanın heyətindəki heç bir oyunçuda cavanlar çoxdur. Dünya çempionatında final təcrübəsi yoxdur. Cavanları çoxdur. Bu hansı ki, biz bunu Millətlər Liqasında Portuqaliya oyunda da gördük. Yəni adamlar uduzdular. Çünki Portuqaliya daha təcrübəli idi. Amma bir şey dedi, o cavanlar İspaniyanı hal-hazırda bura gətiribdi, o təcrübəsizlər bura gətiribdi. Cavanlar gətirib, çünki cavanlar bu dəqiqə çox rahatdır. Argentina qabağında o qədər rahat ola bilməzlər deyir. Final oyununun həyəcanı o deyil.
Yəni sən hətta yarım finala daha belə rahat çıxa bilərsən ki, okey, bunun bir şeyi var, falan buradan dönüşü var, nəyi var biz. Amma final o deyil. Bayaqdan məsələn biz analiz edirik ki, filan ölkə udar, filan ölkə udar, filan ölkə nə bilim finala gedər. Ümumi belə bir şey də deyim ki, izləyicilərimiz üçün biz burada öz şəxsi fikirlərimizi deyirik, analiz edirik, amma siz süni intellektlə bir analiz istəyirsinizsə, hansı ölkə qazanar və yaxud da ümumi olaraq bütün dünya liqalarında hansı komanda qazanar, kimin qazanma şansı, qol vurma şansı, oyunda bərabərlik şansı nə qədərdir, bunları bilmək istəyirsə, 10 nömrə tətbiqini yükləyə bilərsiniz. 10 nömrə tətbiqində daxil olaraq orada süni intellekt vasitəsilə oyunlar haqqındakı bütün analizlərə, bütün mövcud ola biləcək nəticələrə çata bilərsiniz və siz də öz fikrinizi 10 nömrə tətbiqinə daxil olaraq süni intellekt vasitəsilə formalaşdıra və sizə görə qalib olacaq ölkə və yaxud da komandanı müəyyən eləyə bilərsiniz. Bunu da buradan sizin diqqətinizə çatdırmaq istədim. Sənin ümumiyyətlə favoritlərin kimlərdir? Bu favoritim kimdir? Mənim Fransa. İspaniyanın keçəcəyini də düşünürəm. Əvvəl şey idi, Portuqaliya idi. Mən qatı Real fanatıyam. Real fanatı olduğuma görə Ronaldosuyam. Amma təəssüflər olsun ki, yoxdular artıq. Artıq Fransadır. İkinci yerdə mənim birinci favoritim onsuz da Portuqaliya deyildi, Fransa idi, amma Portuqaliyanı istəyirdim. Artıq Portuqaliya yoxdur, istəyəcək bir klub da yoxdur, ölkə də yoxdur daha doğrusu. Ona görə Fransa. O da İspaniyanın oyunundan asılıdır. İspaniyanı utsalar, keçsələr, artıq Fransanın qabağında dura biləcək bir ölkə görmürəm. Düzdür, çətinlik çıxaracaq ölkələr var, amma dayana biləcəyini çox düşünmürəm. Görək də, indi danışırıq, deyirik. Məsələn, bundan əvvəlki Çempionlar Liqasının finalını səhifəmizdə də var. Təxmin eləmişdim necə olacağını. Kvaratskhelia demişdim, Kvaratskhelia-dan çox şey asıl olmuşdu, penalti vermişdilər onun sayəsində. Oyun penaltilərə getmişdi. Oyun çevrilmiş. Biraz mənim təxminlərim bəzən tutur. Görək də, indi bəlkə yerə tutar ya da tutmaz da. Düzdür, hamısı tutacaq deyə bir şey yoxdur. Düşünürəm ki, belə olar. Bəs Portuqaliya niyə çıxdı dünya çempionatına? Niyə bu performans? Ümumiyyətlə Portuqaliyanın performansını bəyəndin? Yəni yox, bəyənmədim. Mən şeyin əvvəlində Dünya Kuboku başlayanda demişdim ki, Portuqaliya elə bilsən PSG-də gətirib qoymusan burada, PSG-nin oyunçularını gətirib qoymusan bura. Mən gözləyirdim ki, PSG-dəki performansı Portuqaliyada görə bilər, amma elə deyil də. Yəni milli ilə klub eyni deyil. Plus da uduzmaqlarının, yəni Dünya Kubokundan vidalaşmaqlarının səbəbi Ronaldo Messi effektini yarada bilmədi də. Hər iki ölkə də məsələn öz lideri üçün oynadı, Messi üçün oynadılar. Burada da Portuqaliyada da Ronaldo üçün oynadılar. Sadəcə Messi'nin verdiyi effekti Ronaldo verə bilmədi. Düzdür, gol vurdu. Biz həvəsləndik ki, mən həvəsləndim ki, Ronaldo artıq özünə gəldi, gol vuracaq və s. Son oyunda Ronaldo'nun vurduğu toplar bəlkə də biri gol olsaydı, bəlkə Ronaldo da özü motivasiya gələrdi. Bilsən, Ronaldo Messi'dən daha çox fərqli olaraq bir şeyə fərqlidir ki, o motivasiya ilə daha irəli gedir. O inamı ilə, gücü ilə, mentaliteti ilə də, mental gücü ilə bu yerə gəlib çatıb da. O insan gol vura bilmədikcə, onu belə deyək, sıxışdırdıqca, onun belə deyək, motivasiyası aşağı düşür və öz güvəni bir növ azalır. Öz yaş da sözün deyil. Messi'də də öz yaş sözün deyil. Amma burada məncə komanda inamından da çox şey asılıdır. Məncə Argentina komanda olaraq Portuqaliyadan zəif olsa belə Messi'yə inandılar. Amma Portuqaliya isə komanda yoldaşları Ronaldo'nu bir növ şey eləməyə çalışdılar da, yəni komandadan uzaqlaşdırmağa çalışdılar, öz açıqlamaları ilə onun qocaldığını vurğulamaq istədilər, artıq komandaya layiq olmadığını vurğulamaq istədilər. Amma onlar bir şey başa düşməlidirlər ki, Portuqaliyanı gəlmiş, keçmiş və Portuqaliyanı bugünkü Portuqaliya eləyən Ronaldo'dur. Yəni Ronaldo'dan əvvəl Portuqaliyanın oyununu kim bilirdi? Heç kim bilmirdi. Heç kim oturub Portuqaliyanı baxmırdı da, yəni o da adi bir Ərəb, Afrika ölkəsi kimi bir ölkə kimi baxırdılar. Amma mən səbəb bunları görürəm. Artıq bitdi bu hekayə, belə deyək, Ronaldo üçün Portuqaliya. Mənim üçün ən böyük səbəb baş məşqçi idi. Ümumiyyətlə taktikaları, gedişlərdə çox səhv idi. Düzdür, Ronaldo'nu da biraz bura qatıram. Amma nə bilim, ümumiyyətlə baş məşqçinin ən böyük günah baş məşqçi istədi Portuqaliyanın bu mərhələdə dayandırmağı və ümumiyyətlə qrupdan birinci çıxmamağı. Hə, bir də o nüansı çatdırım. Hələ burada yeri gəlmişik. Ümumiyyətlə çox azarkeşlər elə bilir ki, dünya çempionatının səbəti Argentina üçün tənzimlənib. Asan qurulub. Futbolu anlamayanlar və yaxud da futboldan baş çıxmayan kimsə baxa bilər verilişə. Elə bilər ki, yəni amma futbolu anlayan hər bir kəs bilir ki, bu necə bir şeydir. Qruplar zaten bölünür və indi hamı Portuqaliya, Argentina deyir, gəlin qrupları müqayisə edir. İordaniya, Özbəkistan.
Okey, sənin Yordaniyan var idi, sənin də Özbəkistanın var idi. Çıxdınız, hələ biz 3 dənəsini vurdu, sağ olun, hələ yox, hələ bir 5 dənə vurdu. 5 dənə. Okey. Bunun Avstriyası var idi, bunun Kolumbiyası var idi. Okey, Kolumbiya bir tık üstündür, yəni biraz gücünə falan görə. Amma sənin burada Konqon var. Sən zaten Kongoya vurmalısan. Sən Portuqaliyasansa, Kongoya ən azı bir 2 top, 3 top vurmalıydın. Və sən birinci yerdən çıxsaydın, sən İspaniya ilə yox. Gəlirdin, indi oturmuşdun burada, Qana ilə, İsveçrə ilə, nə bilim, belə çöplədib gəbində Argentina qabağına düşürdün. Yəni, və bunu bilməyən azarkeşlər elə bilir ki, okey, FIFA gəldi, dedi ki, yetmin, bilirsiniz nə var, bu budur. Yəni, Kongoya deməmişlər ki, çıx orada Portuqaliyadan xalala, yəni, demişlər, sadəcə FIFA deməmişdi. Məşqçilər demişdi. Yəni məşqçilər demişdi. Yəni bunu anlamayan hər kəs, ümumiyyətlə mənə bu çox gülməli gəlir. FIFA dünya çempionatını Argentinaya qazandırdı. Yəni bu çox absurd bir fikirdir. 2022-də də belə idi mənim üçün. Okey, mən bir Argentina fanatı kimi, bir Messi fanatı kimi boynuma alıram ki, 2022 dünya çempionatında Hollandiya-Argentina oyunu futbol adına, yəni bir növ biraz ləkədir. Okey, mən razılaşıram. Çünki orada Parades qırmızı almalı idi, Van Dijk qırmızı almalı idi, Messi'nin əl epizodu vərəqə idi. Yəni ümumiyyətlə oyun çox sərt keçirdi, hakim ümumiyyətlə başını buraxmışdı. Hətta o vəziyyət idi ki, udan ölkə Argentina belə hakimi şikayət eləmişdi, udan ölkə Hollandiya belə şikayət eləmişdi. Yəni belə oyun idarə edəmirlər. Və son oyunu oldu Mateo Lahosun, bundan sonra da çıxdı getdi İspan hakim. Yəni amma o oyundan başqa, yəni 2022 dünya çempionatında kimsə mənə hakimin verdiyi qərarı oyunu dəyişdi deyə bir qərarını görməmişəm. Yəni Argentina oyunlarından söhbət gedir. Demirlər Argentina çempiondur. Səudiyyə Ərəbistan Messi də qırmızı kart değildi o. Bundan əvvəlki hansı oyundaydı? Ayağına bastı arxadan. Hə, 2026-nı deyirəm. Mən 2022-ni deyirəm. Hə, elə bildim bu ildə. Yəni 2022-də hamı deyir ki, Argentina FIFA çempion elədi. Okey, daha Səudiyyə Ərəbistanı uduzduq. Meksikanın hakimliyi nədir? Heç nə. Ondan sonraki oyun Polşa oyunu, sağ olsun Messi penal da vuranmadı, ondan sonra dəyişdilər. Çıxdı növbəti mərhələyə. Hansı mərhələyə gələncə, dediyim kimi Hollandiya oyunu xaric, okey də Hollandiya oyunda deyək ki, bu hakim verdi, çıxdılar finala. Infantino vuranmadı, Kolomuani'nin təkbətəyini, yoxsa penallaşmanı Infantino demişdi. Yəni bu tip fikir ki, bu ölkəni apardılar, dünya çempion elədilər. Bu mənə çox absurd gəlir. Hansısa ölkəyə bir qərar ola bilər. Yəni bilirsiniz necə, FIFA-da da o qədər gündə bir qərar çıxır deyən, məsələn, əl epizodlarıdır, nə epizodlardır, bunlar o qədər dəyişir ki. Dəyişir, düzdür, biz bilmirik bəzən. Artıq bizim də şeyimiz olub ki, yəni Çempionlar Liqasında gördük, Toxamenin belə əl deyil, nə bilim, Kukurellanın bu əl deyildi. Yeni qaydalar çıxır. Məsələn, nə bilim, topu uzaqlaşdırmaq istəyəndə ələ dəyirsə, o saymırlar. Bəzi yeni qaydalar çıxır, biz bilmirik. Dünən gördük ki, İspaniyanın oyunda da belə olur. O tərəfdən haqlısan. O ki, 2026-ya da gəlincə, yəni belə deyək, əslində Messi'nin epizodu mənə görə qırmızı deyil, amma sarı kart 100%-dir. Hətta açıqladı, bu Hakimlər Komitəsinin baş məşqçisi, baş hakim, İtalyan baş hakim, Ayda Keçəl. Canlı. Yox, dayan, adı neydi? Onun adını tapmalıyıq. Keçəl də Keçəl. Keçəl, adı yadımdan çıxdı mənim də. Mənim də adı yadımdan çıxdı, birdən yadımdan çıxdı. Deməli, o da açıqlama verdi ki, Messi'nin epizodunda yeni qaydalar əsasən nədir? Əgər bir oyuncu basıb və buna təzyiq edirsə, necə ki, Balogun kimi, bu qırmızıdır. Amma ayağını seçirsə və bunu istəyərək eləmirsə də, yəni sadəcə Messi də gördük ki, ayağını qoyan kimi çəkdi ki, çünki topa vurmaq istəyirdi belə. Okey, yəni dediyim kimi qırmızı verilə də bilərdi. Bu hakim ona qırmızı versəydi heç kim deməyəcəkdi niyə qırmızı verdin. Heç Messi özü belə səsini çıxartmayacaqdı. Yəni qırmızı sınıb gedəcəkdi, amma sarı 100% hakimiyyət heç nə vermədi. Amma bunun səbəbi nə idi? Bu dünya çempionatı zaten başlayanda görmüşdük ki, kommersiya burada böyük roldur. Evet. Necə ki Ronaldo qırmızı aldı. Ronaldo əslində ilk iki oyunu buraxmalı idi və xəbər gəldi ki, ilk iki oyun buraxırsan, Portuqaliyanın oyunlarına 90% sarkeş Ronaldoya görə baxır. Yəni heç Portuqaliya fanatı olmayan belə Ronaldoya görə oturub Portuqaliyanın oyununa baxır. Gəlir düşəcək aşağıda. Sən gəlirin düşəcək aşağı. Və FIFA qayıtdı dedi ki, okey, bir oyunu cəzasını çəksin yoldaşlıq oyununda. 2 oyun dünya çempionatının cəzasını saxlayırıq. Şərait azadlıq da elə bir ki, həbsxanaya düşdüyündə şərait azadlıq verirlər ki, ev həbsi, belə bir şey. Və bu verilmədiyi üçün və həmin an, o anda da hakim düşündü ki, yəni hakimlərə zaten əvvəldən, yəni bu tapşırıq verilir ki, elə oyuncular var ki, onlara qeydinə qalmaq lazımdır. Bəli, bəli. Yəni biz nə qədər bunu hamı tək Messi, bunu hamı Messi'nin üstünə çəkir, amma bu Messi'lik deyil. Yəni mən 2006-dan futbola baxıram. Kollina. Hə, Kollina. Bayaqdan onu fikirləşdim. Kollina. Yəni Kollina bütün həm Misir oyununun açıqlamalarını vermişdi, həm o biri oyun. Yəni açıqlama bildirdi ki, hakimlər düzdür. Yəni bu qərarlar düzdür. Misir oyunda zaten sən də gördün. Bütün qərarlar düz idi.
Yəni Salahın epizodunda və Salah özü belə penalti gözləmirdi. Qol oldu deyənə biraz azartışa düşdülər. Yəni mən illərdir demişəm, illərdir görürəm. Böyük ölkələrə, böyük klublara qarşı bir balaca da olsa hakimlərlə simpati olunur. Belə, Şəmsən, biz bu günləri inanıram səndən çox maraqlı bir podkast keçirdik. Sənin fikirlərin çox maraqlıdır. Sən burada qonaq olaraq görmək çox maraqlıdır. İnanıram ki, biz yenə görüşəcəyik. Yenə bundan sonra artıq Avroliqalar başlayır, Çempionlar Liqası başlayır, Avropa kubokları, Avropa liqaları başlayır daha doğrusu. Müzakirələri aparacağıq. Sənə çox böyük təşəkkür edirəm. Çox sağ ol. Gəldin bura. Son olaraq bizim futbol həvəskarlarına qısa olaraq bir sözün, fikrin varsa buyur. İlk öncə sənə təşəkkür edirəm. Jurnalistikada ilk öncə söz bir yerdə istifadə olunmur. İllərdir jurnalistika oxumuşam, amma biz istifadə edirik. Sənə təşəkkür edirəm, minnətdaram çağırdığın üçün. Verilişi çox gözəl keçdi. Uğurlar, böyük baxışlar yığasan, böyük sponsorların olsun. Sağ ol. Futbol azarkeşlərinə isə bildirmək istəyirəm ki, futboldan zövq alın. Bu hakim bunu elədi, FIFA bunu elədi. Bu temalardan əl çəkin artıq və həqiqətən oyunlardan zövq almağa başlayın. Yəni siz istəsəz də, istəməsəz də bu həmişə olacaq bir şeydir. Bəli. Necə ki, sadəcə futbola biraz çox radikal yanaşmayın. Yəni azarkeşliyə çox radikal yanaşmayın. Yəni bu olanda bunu qəbul edin. Messi üstündürsə Messini qəbul edin. Ronaldo üstündürsə bu oyunda Ronaldonu qəbul edin. Bunu bacarmaq lazımdır. Biz illərdir futbola baxırıq, amma radikal yanaşma sanki qolu Messinin əvəzinə kimsə vurur, və yaxud da Ronaldonun əvəzinə kimsə gəlir orada bir şey eləyir. Bu belə bir şey deyil. Sadəcə futboldan zövq alın və oyunlara biraz obyektiv baxın. Başqa bir şey demirəm, həm də ki, və bu arada həm Qarabağı, həm Sabahı, həm Zirəni təbrik edirəm. Onlara da uğurlar arzu edirik. Başqa da bir daha azarkeşlərə bildirirəm ki, futboldan zövq alın. Argentinaya uğurlar arzu edirəm, Argentina azarkeşlərinə də. Belə, bugünkü podkastımız da burada yekunlaşır. Videonu bəyənməyi, videonun altına öz fikirlərinizi, şərhlərinizi yazmağı və videonu izləmək üçün digər dostlarınızla paylaşmağı unutmayın. Növbəti verilişlərdə görüşərik. Sağ olun, özünüzdən müğayət olun. Hələlik. Sağ olun.